Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 il test sobusu 2025-ci il nəşrində yer alan Camal Əmin mətninin izahını paylaşıram. Əvvəlcə qeyd edeyim ki, həm Azərbaycan dili, həm də ədəbiyyat fənləri üzrə hazırlıqlarımız davam eləyir. Dərslər haqqında məlumat almaq üçün 051 959 07 68 nömrəsi ilə əlaqə yaradıb məlumat ala bilərsiniz. İndi isə keçək suallarımızın izahına. 151. Üzərində rəqəm qoyulmuş sözlərdən biri məcazili və ya həqiqi baxımdan digərlərindən fərqlənir. Baxaq görək. Deməli, birinci çıxıb sözüdür. Çıxıb burada məcazi mənada işlənib. Çünki Camal Əmin müharibə, aclıq illərindən çıxıb. Otaqdan çıxa bilərsən, amma aclıq illərindən necə çıxa bilərsən? Ona görə bu söz məcazi mənadadır. Deməli, tapmayınca rahatlamadı. Tapmayınca rahatlamadı. Bəli, insan rahatlamaya bilər. Bu həqiqi mənada işlənibdir. Deməli, rahatlamadı sözü, 2 yazılmış söz, həqiqi mənadadır. Daha sonra 3-ə baxırıq. Sağlam yaddaş. İnsan sağlam ola bilər. Yaddaş necə sağlam olsun? Ona görə 3 məcazi mənadadır. Uşaqlar başına yığar. Meyvə yığa bilərsən. Uşaqlar başına necə yığacaqsan? Məcazi mənadadır. Qaş qaralanda qaş necə qaralsın? Ona görə də bu da məcazi mənada işlənmişdi. Bizdən fərqli olanı istəyirdi. Biz də gördük ki, burada rastlamadı sözü həqiqi mənada işlənibdi. 2-ni, yəni üstündə rəqəm yazılmış 2-ni biz həqiqi mənada digərlərindən fərqlənən söz kimi götürürük. Keçdik, deməli, 252-ci suala. Mətndə hansı hadisələri təsadüf hesab etmək olar? Camal Əminin oxuyub yazmağı bacarmaması bu təsadüf deyildi ki. Ancaq deyir, çox sağlam yadda, çox şey unutmuş olduğunu düşünərdik, amma əksinə hər şeyi daha yaxşı xatırlayardı. Oxuyub yazmağı bacarmırdı. Bu təsadüfi bir şey deyil, yəni bunu biz götürə bilərik. Yəni ola bilər ki, müharibə illəri olub, aclıq olub, yəni imkanları olmayıb, oxumayıbdır. Yəni təsadüf deyil ki bu. Günəbaxan tumlardan birinin yerə düşməsi. Baxın, budur. O ayağa qalxmaq istəyəndə günəbaxan tumu, yəni təsadüfən düşüb də. Deyir, Camal Əmin sürüdən ayrılıb gedən qoyunu haylamaq üçün ayağa qalxmaq istəyəndə o tumlardan biri sadəcə biri əlindən otların arasına düşdü. Yəni bu təsadüfən baş vermiş hadisədir də. Bilərək olmur ki, təsadüfən. Camal Əminin uşaqlara əhvalat danışması təsadüfi deyil, özü istəyib də, yəni. Uşaqların malqara otarması təsadüfi deyil, Camal Əminin yaşlı otların üzərində yatması bu da təsadüfi deyil. Çünki o sevərdi belə şeylər eləməyi. Təsadüfi hadisə hansı idi? Günəbaxan tumlardan birinin yerə düşməsi. 153-cü suala baxırıq. Mətndə tünqar hərflərlə verilmiş sözü əvəz edə bilər. Unikal sözdür, baxın, tünqar hərflər. Unikal, yəni qeyri-adi və yaxud da nadir. Bu, unikal sözünün deməli, əvəzləyiciləridir, yəni sinonimlərdir. 1-5 sualımızın düzgün cavabı 153-də A variantı olacaq. Keçdi 154-də. Camal Əmin məhrumiyyətin nə olduğunu bilir fikrini mətnin hansı abzasları əsaslandırmaq olar. Baxın, biz birinci və ikinci hissəni oxuyanda görürük ki, Camal Əmin deyir ki, aclıq illərindən çıxıb, yəni məhrumiyyət yaşayıb da. Deməli, o hissəni, cümləni bu hissəyə biz götürə bilərik. Deməli, birinci hissə budur. Bir də 2-də. Çünki burada nə deyir? Deyir, çünki yurdundan bir tuma belə ehtiyacı olan vaxtları unutmamışdı. Burada da onun məhrumiyyəti var da. Ona görə sualımızın düzgün cavabı 1-2 olacaq. Amma digərlərində biz məhrumiyyətlə bağlı bir şey görmürük. Onun nağıl danışmasından filan bəhs eləyir. Ona görə bizdən düzgün variant istəyir. Yəni, hansı abzaslara uyğun gələr? Təbii ki, 1-lə 2 uyğun gələr. Çünki orada biz məhrumiyyətlə qarşılaşdığını görürük. D variantı. 155. Mətndə nöqtələrin yerinə artırıla bilən ən uyğun nümunəni müəyyən edin. Nöqtələrin yerinə artırıla bilən. Camal Əmidəki bu unikal yaddaşın sirrini heç vaxt çözə bilməsəm də, bir şey anlamışdım ki, o bütün bunları özü ilə aparmaq istəmir. Əksinə paylaşmaq, gələcək nəsilləri ötürmək istəyir. Ona görə sualın ən düzgün cavabı A variantı olacaq. 156. İkinci abzasda hansı ifadə ilə başlayan cümlə mətndən çıxarılsa, cümlələr arasında əlaqə pozulmaz. Deyir ki, ikinci abzasda, yəni burada hansı bir cümlə, sözlə başlayan cümlə çıxarılsa, mətndə olan bir əlaqə pozulmaz. Baxın, burada mətni oxuyanda qısa konkret baxın. Tapmayınca rahatlamadı cümləsini mən çıxarsam mətndən, heç bir əlaqə pozulmayacaq. Niyə? Baxın. Heç ərinib eləmədən dəqiqələrlə o tuma axtardı. Çünki yurdunda bir tuma belə ehtiyac olan vaxtları unutmamışdı. Yəni, baxın, bunu deməsəm, mətndə əlaqə yenə də pozulmur. Rahat bir şəkildə deyirəm. Ona görə tapmayınca sözü ilə başlayan hissə deməli, D variantı sualımızın düzgün cavabı olacaq. Mətnin neçənci abzası 7-ci abzasdan əvvələ keçirilsə, tərkib hissələri arasında deməli, əlaqə bərpa olunar. Baxaq.
deyir ki, 7-ci abzasının əvvəli keçirsə, tərkib hissələr arasında əlaqə bərpa olunur. Baxaq. 7-ci abzasdan deyir əvvələ. Bunlardan hansı keçirilsə, əlaqə bərpa olunur. Baxın, biz belə deyək də, 7-ci abzasının əvvəli keçirməliyik. Baxın, biz 5-ci abzası 7-ci abzasının əvvəli qoysaq, yəni bundan əvvəli gətirib bu 5-i yazsaq, əlaqə bərpa olunacaq. Çünki bax, qaş qaralanda sanki günün son akordları kimi İrəvanda xalqa almadı mahnısını zümzümə edə-edə heyvanları qabağına qatıb evinə yollanardı. Tez-tez uzaqdan görərdin ki, Camal əmi yenə malqaranı yayıb çəmənə, özü də yaşlı otlar üzərində uzanıb. Bu vaxt biz uşaqlara elə gələrdi ki, Camal əmi yuxuda yeni bir nağıl, yeni bir dastan görür. İndicə durub danışacaq. Baxın, 5-i 7-dən əvvələ keçirsək, məntiqi əlaqə daha düzgün olardı. Çünki burada heyvanların qabağına qatmasından danışır. Sonra da 7-də dedik, tez-tez uşaqlardan görərdin ki, Camal əmi yenə malqaranı yayıb çəmənə. Deməli, bu hissəni 5-i 7-dən əvvələ keçirsək, daha məntiqə uyğun olacaq. Ona görə sualın düzgün cavabı 157-də C variantı olacaq. Keçdik 158-ə. 158-də deyir ki, mətndə altından xətt çəkilmiş cümlədəki fərziyyənin yanlış olmadığını, əvvəlində işarə qoyulmuş hansı cümlədəki fikirlə təsdiq etmək olar. Altından xətt çəkilmiş cümləyə baxaq biz. Elə bilirdik ki, danışdığı bütün hadisələr onun öz təxəyyülünün məhsuludur. Deyir, biz elə düşünürdük. Amma burada görürsünüzmü? Bax, deyir ki, hətta sonralar kitablarda heç vaxt rast gəlmədiyimiz və ya fərqli variantlarda oxuduğumuz əhvalatlar da danışardı. Deməli, onlar əvvəl elə düşünürdü ki, bu danışdıqları hadisələr onun təxəyyülünün məhsuludur. Amma deyir, sonradan biz fərqinə vardıq ki, hətta sonralar kitablarda heç rast gəlmədiyimiz və ya fərqli variantlarda oxuduğumuz əhvalatlar da danışardı. Deməli, bu uşaqlar kitabdan belə bir əhvalatı əslində oxuyublar. Bir də onu Camal əmidən eşidirlər də fərqli formada. Artıq bu onu göstərir ki, Camal əmi özündən danışmır da. Demək, kitablarda əslində bu yeri alıbdır. Ona görə deməli, dairə işarəsi qoyulmuş. Bunu təsdiq edir. Baxaq, dairə işarəsi də 158-də A götürmüş olacağıq. Sonra gəldi 159-a. Torpağa düşməsin havayı birdən, çörək bol olarsa basılmaz vətən. Səməd Vurğundan gözəl bir fikir. Statını mətnin məzmunu ilə əlaqələndirib fikrinizi yazın. Mətnin məzmunu ilə əlaqələndirib yazmalıyıq. Baxın, burada bu fikirdə deməli çörəyin bol belə deyək də torpağa düşməsin havayı birdən, çörək bol olarsa basılmaz vətən. Yəni bu Səməd Vurğun bu şeiri ilə, statı ilə onu göstərir ki, əgər bir torpaqda əkib becərilirsə, nələrsə yetişdirilirsə, deməli o vətəndir. O vətəni heç kəs basmaz. Əgər vətən varsa, orada əkib becərmədə olmalıdır. Biz bunu mətn məzmununa necə əlaqələndirəcəyik? Biz görürük ki, burada Camal əmi bircə o qədər zəhmətə, deməli, kəndlilərin zəhmətinə o qədər önəm verir, o qədər hörmət edir ki, onların zəhmətinə. Bircə deyir, tumun belə yerə düşməsinə deyir, icazə vermir. Başlayır onu axtarmağa. Çünki özü də əziyyət çəkmişdi. Çox deməli acılar belə deyək də çəkmişdi. Acılıqdan çıxmışdı, məhrumiyyətləri var idi. Ona görə də birdən belə onun üçün çox qiymətli idi. Çünki onun zəhmətlə deməli insanlar belə deyək də əkib becərilir. Biz də bunun Camal əminin necə deyək, toxuma, insanların zəhmətinə göstərdiyi hörməti biz burada görürük, açıq-aydın. Yəni mətnlə əlaqələndirib biz bu fikirləri yaza bilərik. Belə, 160-a keçirik. Mətndə çərçivədə verilmiş sözün mənasını müəyyən edib yazın. Mətndə çərçivədə verilmiş söz zümzümə edə-edə sözüdür. Zümzümə edə-edə sözünü də biz dodaqaltı oxumaq və yaxud da ifa etmək sözləri ilə əvəz edə bilərik. Deməli, dodaqaltı oxumaq və yaxud da ifa etmək, belə deyə bilər də. Bu kimi sözlərlə əvəz edə bilərik. Belə uşaqlar, bu da bizim növbəti Camal əmi mətninin izahı idi. İnşallah ki, izahım aydın olmuşdur. Növbəti izahlara dək sağ olun, salamat qalın.